Bitməz podkastımızın növbəti buraxılışına xoş gəlmisiniz. Bu dəfəki qonaqlarım yenə Yetər və Sevinç. Gəlin başlayaq. Ürəyimizdə qalanlar. Keçən dəfə deyə bilmədiyimiz yadımızdan çıxanlar. İki zamanədə məsələn, mamam mənə soruşanda ki, evlənmək istəyirsən, deyirəm yox. Evlənmək istəmirəm çünki hələ hazır deyiləm və indiki insanların o sanki qeyri-stabilliyini görüb mən də öz azadlığımı, doymadığım o gəncliyi hələ ki yaşamamışam deyə, ya hələ də yaşamaq istəyirəm. Sən necə düşünürsən bu haqqda? Maraqlar və dəyərlər arasında fərqə görə yaranır. Bəziləri bizim yaşlarda evlənmək istəyir də, amma bəziləri üçün bu tez və ya gec qərar alınır. Düşünürəm ki, yəni bizim yaşda olan bir insanlar üçün hələ bu 90-lar dövrü üçün evlənmək biraz gözlətməyə məruz qalmalıdırsa biz 30 yaşdan sonra düzgün qərarları verə biləcəyimiz yaşda olduğumuzu düşünürəm. Çünki bizim ailəmiz tez evlənib, tez ailə uşaq sahibi olublar və düşünürlər ki, bu period belə də getməlidir, amma bu bizə aid olmayanmalıdır. Çünki bizim özümüzün istədiklərimizi əgər nail ola bilmişiksə və ayağımız üzərində dura biliriksə, artıq önümüzdə insandan da nə istədiyimizi biliriksə, bu zaman düzgün vaxtdır. Ancaq bu ailənin bizə verdiyi məncə düzgün deyil. Biz yəni öz qərarlarımızı özümüz düzgün şəkildə verə biləcəyimiz yaşda artıq evlənə bilərik. Bu 25-də ola bilər, 30-da ola bilər, 45-də ola bilər, 50-də ola bilər, amma artıq sən əmin olmalısan ki, artıq sən həyatın ikinci perioduna keçirsən. Və ikinci periodun məsuliyyətləri nələrdir? Amma belə kör-körənə, mən Leyli idim, o Məcnun, biz öldük bir-birimiz üçün, bu məncə düzgün deyil. Razıyam. Eynən. Çox haqlısan. Bir dənə də mövzu var. Biz prosta keçmiş podkastda Yetərlə danışmışıq keçmiş mövzuda. Prosta sualı sənin fikrin maraqlı idi. Çatdırmadı. Mən münasibətə hazır deyiləm. Əslində səni istəmirəm deməkdir. Yoxsa yəni bunlar bəylər nəyə məna tutur bu mövzuda söz deyəndə? Bəy qeyd eləyir ki, mən münasibətə hazır deyiləm ya qadın? Bəy. Bəy onu deyirsə, münasibətə hazır deyiləm. Önündəkini hansı münasibətdə görür? Bəlkə artıq flörtləşmək münasibətində görürsə, önündəki də ona razıdırsa, okey, belə də davam eləsin. Yox, amma xanımın önündə xanım başqa fikirləşirsə, bəy artıq deyirsə, bu münasibətə hazır deyiləm. Məncə onu bildirilməlidir ki, çünki xanımlar tez bağlanır, tez gəlinlik düşünür. İlk görüşdə gəlinlik düşünənlər belə var. Yəni İndi məncə əksinədir. İndiki oğlanlar sırası evlənməyə keçirlər. Məsələn, biri mən qorxuram. Evlənməyə məsələsi gəlir, mən çəkilirəm kənara ki, bir deyəni gözlə. Bir də bayaq verdiyin suala görə deyə bilərəm ki, keçən dəfə kimi də məsuliyyət götürmək istəmirlər. Azad yaşamaq istəyirlər. Yəni münasibət elə bir şey ki, artıq onu bir nəfərə bağlayır. Amma hal-hazırda bizim cəmiyyətdə həm qız, həm oğlan o qədər belə şaxələnib ki, yəni həyatında bir yox, bir neçəsi olmalıdır. Şeyi yaranır, prioriteti yaranır, düşüncəsi yaranır. Məncə o ondan irəli gəlir və oğlanların da çoxusu ya günümüzdə qadınlar çox güclü olub və artıq onlar nə istədiklərini də bilirlər, təhsil prioritetlərini də bilirlər. Hər şeyə artıq tam dəqiq şəkildə qərarını verə bilirlər. Bu isə artıq qarşı tərəf cinsdə özgüvənsizlik yaradır və eqonu tatmin eləyə bilmir. Oğlanlar ego ilə və mən evin ağasıyam, yəni o şeylə yaxınlaşır. Önündəyini də elə görmədikdə artıq. Birinci nüans odur ki, ondan irəli gəlir ki, artıq o bilir ki, öndə ondan güc baxımından daha yuxarıdır. İkinci olaraq da azadlıq mövzusu ola bilər ki, o deyir ki, mən istəmirəm. Yəni belə həyatımda biriləri olsun, davamlı dəyişsin. Əslində bunu qarşı tərəf dəyənə bildirsə, çox da normaldır. Amma bildirməyib davam eləsə, məncə o orada artıq qırılma nöqtəsində yaxşı şeylər baş verməməyə gəlir, çıxardır. Elə adam var ki, okeydir. Deyir ki, mən də istəmirəm münasibət. Okeydir, gəlin davam eləyək. Bəs döyüşüşüb olsun belə. Yaxşı. Əslində bir-birlərinə bildirirlər və elə də davam eləyirlər. 3 ay, 5 ay, 10 ay, 1 il, 2 il artıq bəlkə də ondan sonra həqiqi sevgililərə də çevrilə bilər və yaxud da deyirlər ki, yox, biz yollarımızı ayıraq, bir-birimizin üçün uyğun olmaq. Bu yaxşıdır, okey, amma bir də var ki, biri ancaq verən, digəri isə ancaq itələyən tərəf olduqda, barmaq arası münasibət kimi baxdıqda, orada qırılma nöqtəsinə çox pis
gəlib çatırlar. Mənim sualım sənin yetər hansınadır? Mən səncə qızlar hazırdılar ki, məsuliyyət götürməyə, bəzi. Məsələn, sən hazırsan evlənməyə? Məsuliyyət götürməyə hazırsan? Yox. Yəni bu məncə buna heç vaxt hazır olmayacağıq. Yəni bu necə hazır olmaq olar ki, mən deyim ki, mən evliliyə hazıram. Yəni beynində məsələn deyirsən ki, bax kişilər də deyirlər ki, o vaxt da onlar evlənirlər ki, onlar psixoloji olaraq özlərini yedizdirirlər ki, mən evlənmək düşünürəm və mən qadınları sırf buna bu kriteriya uyğun seçirəm. Əgər o hazır deyilsə heç cür və o onları yəni sən dediyin kimi də ya aldadacaq, elə birini o birisini dəyişəcək və s. Nə bilim, mən elə görmüşəm ki, ya hazır olmalısan mental olaraq ki, mən ailə istəyirəm. Mən məsələn hazır Yəni belə deyim, mən məsələn eləsi var ki, 18 yaşında hazır olur. Eləsi də var ki, bəlkə də 35 ya da heç vaxt. Bu necə hazır olmaq olar? Çox maraqlıdır mənim üçün ki, yəni necə hazır ola bilər? Yəni mən evlənməyə hazırım. Təbii ki, bu bir məsuliyyətdir. Bunu götürməyə, yəni Qızlar üçün o fərqlidir. Məsələn, bir perioddan sonra insan hər şeyi əldə edəndən sonra artıq baxırsan ki, nəsə əksisidir. Artıq sən bir duyğu istəyirsən, amma bunu anandan, atandan, bacından, qardaşından, dostundan yox, daha dərin duyğularda olan bir nəfərdən istəyirsən və həmin o duyğuları verən bir şəxs varsa, məncə evlənmək olar, niyə də yox. Əslində o məsuliyyət deyil də, artıq o dərin duyğuları daha içərdən yaşamaq üçün və sənə o deyirlər yol yoldaşı. Həqiqətən də yol yoldaşı olacaq bir şəxs olsa, hə, niyə də yox. Əslində o məsuliyyət deyil. O bir yola çıxıb eyni maraqları fərqli yaşamaq və fərqli bir-birlərinə göstərməkdir də. Yəni o daha bir qəşəng alınır münasibətlərdə. Məsələn, mən özümdən götürsəm, mən illərdir məsələn burada yaşayıram, amma ailəmdən kənarda yaşayıram. Ailəmin nə qədər dəstəyi olsa belə, amma bir periodda artıq insan o həssas duyğunu istəyir öz həyatında. Hansı ki, xəstə olanda, hə düzdür, maman, papan sənə supunu bişirir, meyvəni verir, amma o hər daim səndən maraqlanan, sən münasibəti saxlayan insan həyatında istəyir. Ən əsas da o çətin dönəmdə istəyirsən. Məncə o münasibətdə elə bir dönəm yaşayırsansa, qərarını almaq olar. Bunun məsələn mən özüm həyatımda elə biri olsa belə, misal üçün evlənərəm. Amma məsələn mənim öz tərəfimdən baxanda prioritetim, okey, onları istəyirəm həyatımda. Hə, belə də bu nüanslar da var. Hə, bunlar da var. Amma bir tərəfdə də dayanıram ki, tamam, mən bundan münasibətə girəcəm, evlənəcəm, okey, belə. Amma bir də həyatın o digər tərəfi var. Hansı ki, rəngli olmayan tərəfi. Bizim bu münasibəti qırılmama nöqtəsinin ən böyük səbəblərindən biri də, yəni maddiyyat önəmlidir günümüzdə. Yəni artıq hər iki tərəfin də maddiyyata, öz ayaq üstündə durmağı və artıq hazır olmağı o yana gəlir ki, belə yatıb səhər durub demirik, təkcə biz hazırıq. Əslində bilirik ki, artıq məsələn o artıq öz işlərini yoluna qoyub 100% yox olmasa belə 50%. Mən artıq öz işlərimi yoluma qoymuşam 50%. Nəyi gözlətmək lazımdır? Yəni orada bir artıq əmma yaramır. Yəni durub qərar vermirik. Artıq deyirik ki, okey, 50% eləmişsən, 50% eləmişəm. Gəl indi 100% eləmək üçün birləşib 100% aparaq. Danışdıq əslində insanı olur. Evliliyin doğrudan həqiqətən də keçən dəfə danışdığımız kimi insanı olur. O məsuliyyət götürməyə də səni ikna edən biri olsun gərək. O keçən dəfə dediyimiz kimi, yəni sən bu insanla fikirlərini, uğurlarını üst-üstə qoyub böyüdə bilərsən. Yəni bunun üçün bir insan olmalıdır da qarşında, səni buna ikna eləsin. Sən bununla bir evdə yaşamaq istəyəsən, yəni bununla evlənmək istəyəsən. Mən məsələn qarşıma elə bir insan çıxmadığı üçün mən hələ ki, o məsuliyyəti götürmək özümü hazır hiss eləmirəm. Amma o elə bir insan olsa, sənin dediyin kimi o sevgini, ümumiyyətlə sevgi şaxəlidir. Ailə sevgisi, bacı sevgisi, bunlar hamısı ayrı-ayrıdır. Amma o sevgili sevgisi tamamilə başqa bir şeydir. Onu hamımız ehtiyac duyuruq. Məncə o normal bir şeydir ehtiyac duyulmaqda, amma onu düzgün insanda axtarırıq. Təbii ki, yəni o düzgünü tapandan sonra da artıq qərar verməkdə o bizi qorxutmamalıdır. Ay mən evlənirəm, nə bilim. Artıq yəni zaten heç kim sığortalanmayıb həyatını. Leyli Məcnun belə sığortalamamışdı. Fərhad Nəşirin belə sığortalamamışdı. Yəni biz də sığortalaya bilmərik. Amma artıq sən ikinci perioda keçməlisən ki, görəsən ki, artıq ikinci periodda nə olur? Bəlkə də o münasibət
axıra kimi getməyə də bilər, amma yəni bu kim deyə bilər ki, yəni bunu ancaq gələcək deyə bilər, bunu ancaq sizin maraqlar deyə bilər, sizin münasibət deyə bilər, sizin bir-birinizə qarşı hörmət, diqqət orada deyə bilər və bir-birinizlə əvvəl necə olmuşsa, sonrakı münasibətə nə qədər təsir etdi ki, onlar deyə bilər ki, bu uğurlu oldu, uğursuz oldu, amma evlilik məncə o nöqtədə artıq qərarı verməkdir və ikisinin bircə qərarı olmalıdır. Yəni Fiso da, yəni artıq o da rahatdır ki, okey, mən artıq həyatın ikinci dönəminə keçirəm. Bu da, yəni bu düşünülüb qərar verilən bir şey deyil, amma artıq içində hiss eləyirsən ki, daha nə lazımdır ki, yəni oxudum, işləyirəm, o da oxudu, işləyir. Artıq həyatın bir növrəminə çatmışıq. Sabah bizim uşağımız olsa ona bir qarın yemək, bir yer, bir isti ocağımız varsa, düzgün gələcəyi varsa, Fiso artıq ondan sonra evlənmək də olar. Burada bir mövzuya toxunmaq istədim. Burada sualın içinə sual çıxdı. Mən bir Rusiyada rus kontentini çox izləyirəm və deyirlər ki, evlənməmişdən qabaq danışılacaq mövzular var. Məsələn, büdcəni necə idarə eləyəcəyik, bu ev işlərini necə idarə eləyəcəyik kimi bir mövzular var. Amma adətən elə görürük ki, bu sanki kişi işi və qadın işi kimi bölünür və ortada məsələn hansısa mövzularda qarışıqlıq yarananda dava qırğını ortaya çıxır. Məsələn, maddiyyatda qız gözləyirdi ki, mən işləməyəcəm. Kişi məni saxlasın. Kişi deyir ki, ay yox, mən istəyirdim ki, sən işləyərsən. Ya da ki, əksinə ola bilər. Qadın deyə bilərdi ki, mən işləmək istəyirəm və s. Ya da ki, büdcəni necə idarə eləyəcəyik də bu söhbəti. Sonra məsələn ev yığışdırmaq məsələsində, nə bilim, uşağa kim necə baxacaq, tərbiyə verəcək. Bu mövzuda sizcə, amma ilk bir-biri soruşacağam da, birinci yetərdən başlayacağam. Səncə bunu zərətin çatardı mı o sualları verməyə? Bir də ki, o danışsan məsələn səncə sənin üçün necə uyğun olardı? Yəni bu sualı verməyə cəsarətim çatar. Təbii ki, niyə çatmasın ki bunlar normaldır. Amma elə qızlar var ki, məsələn, onun danışmır da. Yəni mən adətən bax Azərbaycan mentalitetində var da, bu ki, valideynlər danışır, sanki onlar sən qarışmadın bu mövzuda, sanki həll eləmiş olurlar da bu söhbəti. Yəni mən bilmirəm. O görücü usulunda olur. Bəlkə də görücü usulunda var. Yəni görücü usuluna razı olur, razı olarıq görəsən. Mən yox. Bəlkə də növbət. Bax, heç vaxt deyə bilmərik. Yəni o məsələ. Yəni mən heç vaxt deyə bilmərəm, amma da yəni indiki görücü usul deyil ki, sənə bunu məsləhət görürəm, ged evlən deyil. O vaxt idi. Falan kəsin qızı yaxşıdır. Gedək alaq. O temalar keçdi. İndi bax belə eləyirlər. Falan yerdə belə bir oğlan var. Bax görüm necədir. Bəyənirsən, Fiso danış. Yaxşı, bəs indi okey, söhbət qızışıb evliliyə gedirsiniz. Və burada sanki bir şey var da, bu danışılmalı mövzular var. Yəni o danışılmalı mövzular məncə danışılmalıdır. Elə problem odur ki, biz indiki vaxtımızda onlar danışılmır. Sonradan evlənəndən sonra onlar problem olur. Ki belə ev işi falan da deyirsənsə də onlar evlənəndən sonra məncə danışılan mövzu da ola bilər ki, uşaq onun sonrakı mövzudur. Məncə evdə də ki işlər elədir ki, hər şey qadın eləməlidir və yaxud da kişi eləməlidir deyə bir şey yoxdur. Yəni necə ki bax belə bir mövzu var. Günümüzdə nəsə xarab olanda usta çağırırıq ha. Məsələn, o kişilər nəyə problem edirlər? Qadınlar nə iş görürlər ki? Qab yuyan yuyur, paltar yuyan yuyur. Buna normal baxmırlar da bəziləri. Amma necə ki nəsə xarab olanda usta çağırılır, o da normaldır. Yəni mən onun üçün bunu bölüşməyin tərəfdarıyam. Kişi gələcək, oturacaq ayağının üstündə. Mən hər işi görəcəm deyə bir şey yoxdur. O bizə necədir? O da bayaq dediyimiz kimi də hörmətdən asılıdır. Ailədə bir-birinə hörmət varsa, onsuz da sən ayağını ayaqsız qoyub oturanda yoldaşın orada işləyəndə sən bunu qəbul edirsənsə, normal deyil də bu. Dur kömək elə. Yox, məsələn, elə var ki, ailəsindən görmüş ola bilər də ki, mamam gəlsin mənə pastayla çay süssün, nə bilim, yeməyi vəbşi bişirə bilmir. Söhbət görücü usuluna. Mamalar Ümumiyyətcə oğlanla qız artıq tanışdısa, zaten onlar öz maraqlarına uyğun öz söhbətlərini zaten o vaxta kimi eləyiblər. Əgər ki maraqları tamam başqa bir şeydirsə, onlar öz maraqlı söhbətlərini eləyiblər. Amma bu büdcədir falan, onları planlamaqdırsa, bu zaten bu
münasibətdə olduqları sevgili dönəmində artıq dərk eləyirlər də ki, büdcəni necə idarə eləyirlər. Məsələn, Yəni danışılmaz. orada artıq bilir də. Yəni əslində danışılmasa belə uzun bir münasibətin içində bir yola çıxanda, bir restorana gedəndə, bir nə bilim tədbiri olsun, bir səyahət olsun. Yəni artıq orada bilinir ki, büdcə necə idarə olunur. Məsələn, misal üçün, əgər mənim sevgilim olsa, mən belə bir söhbəti bilmirəm, eləyə də bilərəm, bəlkə də eləməyə də bilərəm, amma eləməsəm nə olar məsəl üçün? Artıq çünki mən onu bilirəm. Mən yola çıxanda artıq mən ona demirəm ki, mən 5 ulduzlu oteldə qalmaq istəyirəm. Çünki mən onun büdcəsini bilirəm. Deməli mən daha aşağı bir şey istəyirəm. Yəni mən daha aşağı bir şeyə də okeyəm də. Yəni ki, bilirəm ki, onun büdcəsi nədir. Və də özüm tərəfdən də yəni büdcə planlaması olsa, artıq mən tutaq ki, deyirəm ki, məsələn bir restorana gedirəm, bilirəm ki, bura çox vau, möhtəşəmdir, amma mən bilirəm ki, önümdə fərq, onun qiymətini verə bilərəm, amma sabah növbəti bir ay onun üçün çox çətin olacaq. Yəni artıq orada büdcə planlaması dedikdə, yəni artıq mən onu başa düşürəm ki, önümdəyinin gücü nə qədərdir, mənim ona qatacağım gücü nə qədərdir ki, bizim büdcəmizdə nə olacaq və oradan da dərk eləyib biləcəm ki, biz yəni büdcə planlaması deməyim də belə, yəni gələcəkdə bir şey əldə eləyə bilərik. Sevmirəm də, yəni bu işi görməyi sevmirəm. Yəni oğlanlar var, heç yemək belə bişirməyə bacarmır. Yəni mən ona elə bir həyatımda olsa, artıq bilirəmsə də elədir. Yəni onu puş eləməyin bir mənası yoxdur ki, yoxsa eləməlisən, biz bölüşdürməliyik. Əgər eləyə biləcəyim bir şeydirsə eləyərəm, amma bu da nəydən irəli gəlir? Yəni ona hörmət də eləyərəm, amma da hamısını da yəni yıxmaram da, amma onun da öz məsuliyyətləri var ki, okey də olar da o işlərdə onlar eləməlidir. Amma işləməkdirsə, məsələn önümdəyi desə ki, yox işləmə icazə vermirəm. Yəni məsələn mən o mövzularda qarşıyam. Yəni qərarları verə biləcək yaşdayıq, verə biləcək düşüncədəyik. Yəni işləmək nə qədər nə ola bilər ki, mənim işləməyimdə? Nə problem yarana bilər ki, yəni İşləmək də bəzi qərarlar var ki, onları özümüz verməliyik. Amma bəzi bir işlər də var ki, bölüşə də bilərik, bölüşməyə də bilərik. Məsələn, mən özümdən götürsəm, mən bir işi eləyirəmsə, kimsə mən də yanımda, məsələn, yemək bişirmək, kimsə mən orada kömək eləndə, mən sevmirəm. Deyirəm, eləmə, mən başladığım işi özüm bitirmək istəyirəm. Eyni elə də qarşı tərəfdədir. Mən işləyirəm, kimsə ayağını yolsuz qoyub oturur, mən əsəbləşirəm ki, yəni həqiqətən xoşuma gəlməz. O bayaq dediyin əslində düzgün idi. Yəni o insanın özündə o düşüncə olmalıdır ki, bu xanımım işləyir və yaxud da bəy işləyir, durum kömək eləyim. Oğlandan indi biz çox şey gözləyirik. Okey, o biz eləməlidir. Qadın kişi bərabərdir, hüquqları bərabərdir. Amma zamanda düz deyirsən, oğlanlardan çox şey istəyirlər. Amma yəni yenə də o sonda verilən şeydir də, yəni bir qərardır. Yəni orada kimsə kiməsə deməməlidir də, hə dur davay, sən də mənə kömək elə, şeylə. Yəni bunu eləyiblərsə, məsələn mən artıq işin bir 50%-ni görmüşəmsə, deməli o 50%-ində o da eləyib də, ya da eləyəcək də. Yəni hər gün bu belə davam eləməyəcək ki. İşləyən dediyin bayaq sən dedin, otelə gedəndə məsələn mən 5 ulduzlu otel seçmərəm falan. İndiki zamanda məsələn belə bir şey var, sırf paylaşmaq üçün və yaxud da falan kəs gedib imkanı yoxdur han yoldaşının, amma deyir ki, mən falan yerə, falan ölkəyə gedəcəm, falan oteldə qalacam, falan restorana gedəcəm. Bunlar da var. Yəqin ki, onun mövzusu vermək istəyir. Yəqin ki, o ya xanım, ya bəy tərəfdən. Yəni bilir ki, o məsələn, artıq qəbullanıb da onu. Yəni oğlan da onu qəbullanıb və yaxud da qız da onu qəbullanıb. Yəni qəbullanmasa bu vaxta kimi o period getməz idi. Artıq bir yerdə səyahətə çıxırlarsa, deməli ki, bunların münasibəti bir uzun münasibətdir ki, artıq qərar veriblər ki, harasa səyahətə çıxırlar. Necə deyim? Yəni yaxşı restoran olsun, bir dəfə iki dəfə, amma bir səyahətə çıxır artıq. Yəni bu uzun bir periodda gəlib. Artıq o önündəkini qəbul eləyib, elə qəbul eləyibsə, özünə xoşdursa da getsin işləsin, versin otelin pulunu, yeməyin də pulunu belə baxanda. Amma bunu tələb edən vardı. Bunu eləyəcəksən, deyən var. Hə. Elə axı artıq eləyəcəksən, deməli bu giriblər də bu münasibətə, artıq bu baş tutub. Bu başda olmamalı idi. Yəni görürdük ki, də belə insandır. Sonradan da belə çıxsa belə artıq orada danışıq olur və onda da anlayışlı insanlar azdır. Məsələn, sən təbii ki, anlayışlar həm azdır, həm də ki o çox şeyi istəyən daha üstə tutulur. Günümüzdə ən çox məsələn mən bunu görürəm həqiqətən də. Məsələn bir şeyə çox tələb eləyirsənsə, yəni oğlanlar çox pul xərclədiyi qadını daha çox istəyirlər. O başa düşən, anlayış göstərən xanımlar biraz belə kənarda qalırlar.
başa düşən anlayış deyəndə ki, necə ailə içində başa düşən anlayış hər iki tərəfdə olmalıdır. Amma o sevgili münasibətində qız da istəyə bilər, oğlan da istəyə bilər. Orada bir yox, mən istəmirəm kimi bir şey olmalı deyil. Yəni çünki elə sevgili münasibətindədirlər. Sonra bilinmir necə olacaq. Bazar ki, hansı görüşü o birisinə bunu eləyiblər, buna bunu eləyiblər, buna bunu eləyiblər. Hə, onlar istəyirlər, amma əgər ki münasibətin ciddiliyində getsə, baxacaq, yəni düşünürəm ki, əgər bu artıq bu oğlanı qəbul eləyibsə, bunun büdcə yeri buradır da, yəni bunun yorğanı bura kimi uzanır, ayağınızı bura kimi uzada Amma elə var bilirsə. ki, gəlib ki, eləməlisən. Baxın, o qədər görmüşəm ki. Zaten onun axırı yaxşı getmir ki, o münasibətlərin axırı olmur. Çünki o bunu eləyir və növbətini də eləyir. Növbətini artıq bir yerdə bu oğlan da çökür də, nə qədər eləsin, nə qədər eləyə bilsin onu. Yəni mən insanlar görmüşəm ki, hə, bəlkə də 5 manat yemək ala bilmir açıq, amma bir harasa gedəndə nə qədər pulunu tökür də, xərcləyir. Amma onun sonrakı gələn fəsadları var da, o bir dəfə eləyir, 2 dəfə, 3 dəfə artıq önündəki də gözündən düşür. Bir perioddan sonra önündəki də gözündən düşür. Çünki həm yorulur, həm də görür ki, bu buna çata bilmir də. Bunun çünki bu gün bunu istəyirsə, sabahsı gün ondan biraz yuxarısı olur. O birisi ki, ondan biraz yuxarısı olur. O münasibət zaten bir yerdə artıq son bulur ki, yolcu yoluna gerek biz ayrılaq. O axıra kimi getmir elə münasibətlər. Yəni mən və o qız da zaten bir perioddan sonra görür ki, əvvəl hər şeyi hə deyirdi, amma yavaş-yavaş artıq birinə hə deyəndə ikisinə yox deyir, üçünə yox deyir, görünür. Artıq qız zaten o partnyoru dəyişir. İstədiyini ala bilmir deyə keçir başqasını tapır. Hə. Əslində bax yaxşı mövzudur. Bax bir-iki mövzudur. Prosta nəyə görə? Birincini prosta cover eləyim. Bu ev söhbətində nəyə görə deyirəm? Çünki qadınlar məsələn həm işləyirsə, həm ev işi görürsə, bu mental olaraq bir tasklardır da. Yəni bu fonovu sənin beynində var ki, məsələn, atıram, bazarlıq eləməliyəm, bunu uşağı bura aparmalıyam, bunu eləməliyəm. Falan o qədər yük sənin beynində olanda şəxsən mən özüm çox yorularam. Mən zaten indi də yorulmam tez-tezdə. Çünki fonovu mən ev işlərini cover eləyirəm. Acəllə papagildən, mamagildən qaldığım üçün. Ona görə məsələn şəxsən mən istəyərdim ki, mən bilim ki, məsələn atıram da, hansısa bir mövzularda biz bilək ki, kim hansı işə baxır. Mən məsələn o müəyyənlik olmasa, hə 100%. Çünki bəziləri deyir ki, yox, qadın elə evdə bişirməlidir, süpürməlidir, yığışdırmalıdır, hər şeyi də eləməlidir. Elə qadın işləyirsə və yoldaşı da işləyirsə, əslində bir büdcə girir də bu evə. Bir maliyyə girir. Bu maliyyəyə uyğun evlərinə bir kimsə tuta bilərlər. Elə heç nə olmasa belə, təbii ki, də orada hər şey qadın eləməlidir, bir deyirəm bir şey yoxdur ki, uşaq təkcə qadın gətirmir də. Yəni uşaq məsələlərindədir, hansı ki, ev işlərində də ola bilər, amma ev işləri yəni nə qədər böyük bir şey ola bilər, çox belə xırda bir şeylər. Amma əsas orada uşağa göstərilən münasibətlərdir, evə girilən büdcədir, büdcənin məsələn hara-hara bölünməyidir falan. Hə, bunları çox vaxt qadın öz üzərinə götürür. Onlar bölgə eləyirlər və kişi də ona uyğun hərəkət eləyir də. Yəni düzdür, bununla razılaşmayan oğlanlar da var, amma artıq onlar zaten seçimi ən başda eləyiblər. Yəni o yoldaşı da o seçimi ən başda eləyib. Zaten sən biri ilə münasibətə girəndə də görürsən də, yəni o periodda görürsən ki, bu insan necə bir insandır. Ən xırda detallarla belə özünü bir üzə verir, göstərir. Bir şey də göstərməsə belə, bir şey də göstərə bilir. Yəni o qadın artıq onu seçibsə, o şikayətlənməsin də bir zəhmət. Çünki onu seçən odur. İkinci məsələdə biz burada o hər şeyi istəyən, amma yəni məsələn susub qəbul olunan içinə atır, məsələn yumur gözünü, okey. Bax həqiqətən də görmüşəm ki, ağzına sıçanda onda yaxşı gedir. Çünki dəyər vermirlər. Məsələn, mən keçmiş münasibətimdə bir dəfə münasibətim, mən uzun münasibət. Mən hardasa çox atanda içimə, məsələn qəbullamırdım, yola verirdim. Ay. Görürsən ki, sən sonra bir ki elə başa düşürək ki, belə də olmalıdır. Başa düşdün? Yəni sən məsələn indi mən bilirəm ki, mənim apetitim çox böyükdür. Mən yəni həqiqətən yerimdə dura bilmirəm. Yəni cidden mən даже bu mövzuda bu gün gətərə kofe alanda deyirəm ki, bu gün ağlamışam ki, mən niyə bir yerdə otura bilmirəm? Mən ancaq düşünürəm ki, hardan mən o potensialımı yüksək eləyim, daha çox pul qazanım, istədiyim də indi məsələn nə dərəcədə xoşbəxtəm indi o sual altındadır da bu pulun dalınca qaçmaqdan. Amma məsələn bu gün dedim ki, yox, mən bu gün həqiqətən sevdiyim işimi eləmək istəyirəm. Bu gün gəlib qızlarla podkast çəkmək istəyirəm. Həqiqətən bunu mənə həqiqətən zövq verir. Və wow. Hə, ona görə də
Psixoloji. Məsələn, mən psixoloji seansları çox sevirəm, belə terapiya falan. Nəysə, onu gətirdiyim söz odur ki, işte məsələn, sən əgər çox şey eləyəndə, çivə atanda bunu deyir ki, bunu sənə xərcləməyəcək, necə qıraqda xərcləyəcək. Qəhbələri xərcləyəcək, həm bilmirəm tam orada qıraqdakı saxladığını xərcləyəcək, dostuna, qardaşına, bacına, orada burada. Amma sən məsələn deyəcək ki, buna bir dənə dostum var, bir dənə köhnə iş yoldaşım var idi. Mən misal gətirəcəm, prosta absurd dərəcədə də. Demək, biz prosta çox yaxın idi. Danışanda deyir ki, belə qız var ki, qıza baxanda deyirsən ki, bunu dönərdən də yola vermək olar. Amma buna götün əsəcək. Sən bunu hardasa bilsən ki, bir 300 manatlıq rasxodun var burada. Yəni çünki sən bunu elə belə yerə apara bilməyəcəksən. Bunu restorana aparmaq lazımdır. Taksisi var, hədiyyəsi var, geyimi var, tudaşdı. Belə baxdım, təsəvvürlə həmin adam məni случайно elə oldu ki, prosta friend zone-daydı da. Mən dönər yedizdirdi. Mən də özümə beynimdə ona bir dənə yekə krest qoydum ki, yox, mən o dönərə yola veriləcək qız olmaq istəmirəm də. Вот o şeylərə görə mən çox anlayışlıyam, amma bir yerə qədərdir. Məsələn, biləm ki, mənim tempimdə həyat sürəti olan adamla yola çıxmaq istəyirəm. Amma istəyirəm ki, bilim ki, kapasitəsi özü də çalışır. Qızlardan prosta gətirmək misal istəyirəm. İstəyir ki, məsələn, ikisi də eyni yaşıddılar. Məsələn, 20-lər, təzə 20-lərdir. İndiki qızlar da görür ki, tam 100 dənə buket gül, nə bilim tam maşın, paltarı, geyimi, keçimi, səyahəti. Amma qarşındakı adamın 20-lərdə ya bunun varlı atası olmalıdır. O da nifaqçı səni alacaq, o çünki öz təbəqəsindən olan qızlar istəyəcək. Ya da ki, bunun potensialı bu qədərdir. Yəni yetəcəyi sənə xərcləyə biləcək. Yəni bir şeydir də, bir leveldir. Gözləmək nə dərəcədə okeydir bilmirəm. Yəni belə qalmışam. Mən sənə deyim də, o azla qane olmayanlar elə çox da tapırlar. O azla qane olan hər şey razı olur. Okey, mən dözərəm, mən qabil. Oğlan da deyir ki, bu onsuz da nə etsəm də hə deyir də. Bu burdadır. Əlimin altında. Sonra gedir o pul xərcləyəcəyini tapır. Çox da əziyyət çəkmir. Çox da əziyyət çəkmir. İndiki dövrdə çoxdur. Oğlanlara pul xərclətmək istəyən qızlar çoxdur. Oğlan beyni şeylə işləmir də. Okey, bunu planladım, bunu elədim, bunu belə. Amma yəni oğlan kasıb da olsa zaten tapacaq çöldə, varlı da olsa çöldə tapacaq. O xərcləsə belə, yəni yenə də deyirəm, o önündəyi qızdan asılıdır o. Qızda çox güc var əslində. Qadın tərəfində çox güc var. İstəsə onun yerin dibinə salacaq, istəsə çıxardacaq ən təpəyə. Yəni o qız ondan 300-də, 500-də, 1000, 10.000, 3, nə bilim, bu qədər çox istəsə belə, o oğlan eləsə belə, yəni o periodu var da. Yəni onun da sonu yoxdur. O münasibətində sonu yoxdur. O ən kasıbı da deyir, içinə atır. Onun da münasibəti ortası olmalıdır. Yəni sən bu günlərim okey 5 manata razı olmusansa, sabahlarım ona yox da 7-yə razı oldu. Yəni biri var ki, ən təpəsi, biri var ən aşağısı. Amma ortasını saxlaya bilsə, xanım ortasını saxlaya bilsə, o münasibətin məncə sonu da yəni yaxşı olacaq. Çünki artıq önündəyi də bilir ki, mənim qabağımda nə 5 deyil, nə 100 deyil. Ortasıdır. Və o da ona uyğun hərəkətini eləyəcək. Amma yenə də oğlanların, yəni ağına da ləhnət, qarasına. Yəni orada onların çünki şeyi tam fərqli işləyir də, yəni. Kapasitəsi var, təzə başlayır. Çünki dedikləri bir dənə cümlə var. Hər gün dolma yeməyəcəm. Yəni belə olanda da dəyişir. Qadından çox şey asılıdır bu gündə. Düzü mənim ən zəhləm gedən şeydir ki, deyirlər ki, ancaq özü yuxarıdan tut, ancaq özü yuxarıdan tut. Münasibət elə bir şey deyil. Ancaq özü yuxarıdan tut. Yəni münasibət elə bir şey deyil ki, mən ancaq belə yerlərə gedirəm, mən ancaq bunu yeyirəm, bunu içirəm, mən bunları almalıdır. Yəni əgər ciddi, əgər həqiqətən bu soft bir münasibət deyirsinizsə, yəni deyilən o münasibət sözündə nə ego olmalı deyil, nə mən ancaq özümü göydən aparıram, mən ucuz eləmirəm heç nə. Yəni mən ancaq belə eləməlisən, sən o dönər aldıqlarına deyil, bənzəmirəm. Yəni bunlar əgər bir münasibətin içinə bunlar girirsə, bu söz-söhbətlər girirsə, orada mənim üçün münasibət deyilən bir şey yoxdur. Mənə krest. Mövzuya toxunmaq istəyirəm. O sən dediyin ki, qadınlar yaxşı qızlara yaxşı dəyər verilmir. O toksik bir münasibət deyil, dəyər verilmir də. İndi bax bir experience-ın varmı ətrafda, hansı ki deyirdin ki, yəni məsələn imkanı ola bilər, sırf o pul xərclədiyini daha çox üstün tutur. Açma mövzular. Bu video istəyəndən sonra mən bloklayacağam. Günümüzdə sırf hansı restorana getmək üçün, özünə nəsə aldırmaq üçün
sevmədiyi oğlana münasibətə girən qızlar var. Var. Yəni sırf yalandan flörtləşib, sevgilimdir, onu deyirəm də. Yəni amma indiki günümüzdə sən dediklərin çox gözəl idi. Elə münasibət olsa təbii ki, mən də yaşamaq istəyərəm. Amma indiki günümüzdə o münasibətlər çox azdır. Çox. Ən çox indi bilsən nədir? Bunu təkcə bax dedin ha, oğlanlar belədir, elədir. Dədələrimizin hamısının ünsiyyətdə bir dənə O yox, Mən Seyvanı değiş. sev oğlanlardan Kimisə tapayız var. Sən şu, sən tanımı yapacaq. sən oğlanlardan yanılsama. Neydisə ilgili odur. Değişən qızdır. Dəyişməyəcək də. Yox, kişilərdə problem. Yo, o vaxtki qadınlar qəbul edib çoxsu dözüb bunu normallaşdırırdılar. Elə Etməyib, amma necə olmaz? Get. qəbul edənlər də var. Yo, belə bir şey deyim. Elə problemimiz oradan problemimiz də Bu manlar Rusiyadan biri Ukrayna. bax indi onlar qəbul etməsəydilər bəlkə də indiki problemlər olmazdı. Onlar məcbur idi. Çünki altından ölə bilərlər. Hə. O vaxt güclü deyildilər. Düz Bizim belə bir dəstəyimiz yox idi, söz haqqımız yox idi. Nə bilim ki, belə rest çəkə bilməyimiz yox idi. Boşanma deyilən bir şey çox böyük bir günah kimi sayılır. Qınaq obyekti idi. Boşanan qadın deməli ki, günümüzün ən pis qadınlarından biri sırasındaydı və elə olmasa belə arxası ilə 50 min dənə söz deyilən bir qadın idi. O vaxtı, yəni atalar daha sərt olurdu indikilərə nisbətən. Yəni məsələn şalvar belə geyilməyən qadınlar var idi ki, olmaz. Hələ də var, Hələ də var, bəli, hələ də elə. Yəni o vaxt da var idi kişilərdə bu, indi də var. O vaxt amma qadınların səsi çıxa bilmirdi, eləmirdilər, amma indi qadınların səsi çıxır. İndi isə biz necə olmuşuq? Biz birdən-birə ondan bura tullandıq və artıq çox şey istəməyə başlayırıq. Əslində o deyil də, qeyd etdiyim kimi. O o bir yerdən sonra artıq həmin xanımlarda soruşursan ki, həyatında xoşbəxtsənmi? Deyir ki, hər şeyim var, amma o hiss yoxdur həyatımda. Çünki niyə görə? Artıq əlində hər şey olur. Hə, amma yenə də o duyğunu yaşamır. Amma özünə bir şey deyir ki, amma mənim artıq hər şeyim vardı. Yəni mən pul maraqlandırırdı Füsuda. Əsas şeyim var. Yəni artıq o pulu indiki qızlar əvvəl amma pulu o biri atır, münasibəti ikiyə atır. Elə adamlar var ki, yaşlı, özündən qat-qat yaşlı adamlarla evlənirlər. Niyə görə? Çünki o artıq ailədən gələn o maddiyyatın önəmin daşıdığı maddiyyatdır ki, bunun çoxsunda var. O maddiyyatdır ki, onu görüb, o travmalardır ki, onu görüb və o bir-iki dəfə də sevgi münasibətində də travmaya düşdüsə, deyirəm, mən niyə belə yaşamıram, niyə keçirəm bu birisini yaşayım. Yəni, indi onlara o verilən o şey daha rahatdır da ki, yəni, indi eləyə bilirlər. İndi çünki hamı eləyirdi, çox qınaq obyektinə düşmürlər. Amma əvvəllər elə deyildi. Bəlkə də əvvəllər də eləyə bilərdilər. Qadınlara belə bir güc verilsəydi, amma olmuyor. Əvvəllər bax hər şey qəbul edib dözüblər ki, ailəm dağılmasın. Çünki əvvəlkilərin ailə qızın ata evinə qayıtmağı bizim ölkədə məsələn çox böyük bir şey kimidir. Əvvəllər ona görə bunu tərcih etmir. Amma indikilərin qorxusu yoxdur. Boşansaq pis olarıq. Amma elə məsələn mənim bir dənə tanışım var. Sırf boşanmaq üçün evlənib. Nə? Yəni boşanıb, atası çox sıxırdı bu insanı. Hə, o da dedi ki, evlən, olsa boşanacağam dedi də. Yəni bunu dili ilə dedi bu insan. Boşanmaq üçün evlən. Ortasından Ay sağ ol, onu deyirəm. O boşanmaq onun səbəbi odur ki, sırf ailəsinin baskısından qurtulmaq üçün evlənib, sonra rahat həyat yaşasın. Rahat həyat dediyim ya o şey deyil ha. Bu işləmək istəyirdi, qoymurdular. Və yaxud da nə bilim nəsə giyinmək istəyirdi, qoymurdular. Bu da ki, yəni səsini, gücünü göstərmək üçünmü? Tərzini göstərə bilməyən qadınlar yaşadı. Problem var. O vaxt eyni şey yaşadı. Amma məsələn, keşke o vaxt qəbul elə şeylər olub ki, da məsələn, qəbul etməsəydilər, günümüz bugünə bu problemlər gəlib çıxmazdı da. İndi də məsələn, biz onu keçən dəfə Mələkə ilə danışdıq. Biz indi müasir Xariciləşməyi bizimkilər, mən söylədiyini əsas xariciləşmək deyəndə, müasirləşmək deyəndə xaricilər belə başa düşürlər ki, filan universitetlərdə oxumaq, dünyanı gəzmək, nələrsə sağ ol, biliyini artırmaq. Bizimkilər xariciləşməyi, müasirləşməyi pozğunlaşmaqdır.
Onlar elə qəbul eləyirlər. Amma onu demək deyil ki, cəmaət şeydir. Hamıya da aid deyil ha bu. Prosta günümüzdə hər şeyi ucu normallaşdırıblar. Biz keçən dəfə bunu danışırdıq ki, hardasa 10 nəfərdən 3-ü evlənirsə 7-si boşanır. Hə, statistikaya Yəni bu hala bizdə də ucu elədir. belədir. Yəni ucu Sevan ürəyi doldu kişilərdən Seva danış. Bizdə də belədir onsuz da. Bu hər yerdə belədir. Üzərindən düzgün, sağlam qurmadığı münasibətlərin üstündə olur. Ya pula görə olur ki, oğlanın pulu var, getdim və sonda qırılma nöqtəsinə gəlir çatır. Ya oğlanın pulu olmur, qırılma nöqtəsinə gəlir çatır və yaxud da qız özünü dərk edən kimi evlənmək istədiyini bildirir, amma sonradan başa düşür ki, əslində bunun önündə bu şəxs deyilmiş də, başqa biri imiş. Yəni az yaşda evlənmələrin nəticəsi olur, gəlir çıxır və yaxud da ailə təzyiqi ilə. Hansı deyirlər ki, pulu var, imkanı var, gəl bunu tapdıq sənə evlən. Və yaxud da münasibət sonuna kimi getmir. Onların çoxusu zaten bu gün gəlib belə göstərir. Buna elə Azərbaycanda Instagram açırıq, %90-ın şahidiyik ki, eyni münasibətlərdir. Baxırsan ki, okey, bir ay qabağa şan-şahlı toy elədilər. Üstündən bir ay sonra elə boşandılar ki, sanki bunlar 40 ilin düşmənidirlər. Bir də bir şey qeyd edeyim. Biz belə boşanmaq falan danışırıq. Mən boşanmağı pis bir şey kimi demirəm. Yəni deyə demirəm pis bir şey, deyə demirəm yaxşı bir şeydir. Çünki qınanılmaması gərəkən insanlar var, onlar da qınanılır. Bir də bilsən necə olur? Məsələn, biri yaxşıdır, biri pisdir. İki nəfər ikisi də boşanma, biri haqlı səbəbdən boşanır, biri haqsız səbəbdən. Və sonra ikisi pisdir deyirik. Bu da yəni düzgün deyil. Məsələn, elə ailələr var ki, xoşbəxt deyil və o ailədə böyüyən uşaq da xoşbəxt olmayacaq. Elə o əvvəlcədən o ailə bəlkə də boşansa daha yaxşı olar. Ailə də var ki, sırf qudurğanlıqdan boşanır. Cəmaatın yoldaşı bunu elədi, mənimki eləmir, istəmir. Yəni bunun da necə deyim, səbəbləri ayrıdır, variantları ayrıdır. Maraqlar, hə. Okey. Maraqlar olsun. Deyildi. Məsələn ki, o fərqli bir şey axtar. Əslində özünü dərk edib. Hə, yeki nə istəyir? Görüb önündə də bunlar o biraz gec dərk eləyir. Bir də bayaq dediyin kimi şahşahalı toy falan filan, bunlar hamısı məncə lazımsız deməyim, amma bəzən də həqiqətən də nə bilim mənasız gəlir mənə. Yəni bunlara ehtiyac yoxdur. Biz keçən dəfə danışdıq belə ki, yəni evlilik təkcə toy deyil. Evlilik toydan sonra amma ki, əgər ki önümdə adam istədiyim adamdırsa, qəşəngdirsə, artıq münasibətimiz də yaxşıdır. Bir-birimizi başa düşən iki fərd isə mən niyə də toyumu şan-şarahlı eləməyim? Yəni necə şan-şarahlı demirəm ki, dünyanın top nə bilim müğənnisi gətirim oradan. Yox, elə demirəm. Amma yəni çox da mən öz adımdan deyim, çox maraqlı olmağını istəyirəm. Çünki orada o mənim necə doğum günlərimiz, o da özəl günlərimizdən biri. İnsanın həyatında tək-tük özəl günlər olur. Biri uşağının doğulduğu, birinin öz ad günüsü, bir də toyudur da. Yəni qızların da ən çox istədiyi budur. Yəni mən də öz adımdan, yəni toyumun şan-şərahlı olmağını istəyirəm. Amma burada şan-şərah fərqli mənada olur. Bir eləsi var deyir ki, çox yatırım eləyim, wow toy eləyim. Amma mənim düşüncəmdə tam başqa bir nüansda şan-şərahlı. Yəni çox kreativ olsun, əslində çox belə o toyda çox isti münasibət olsun və orada yəni kimsə mən vaxtıyla onun toyuna pul yazdırmışam, o da mənim toyuma gəlmiş kimi bu şey olmasın. Yəni orada ancaq istədiyim adamlar olsun. İstədiyim çevrəmlə necə oturub bir coffee shopda kofe içiriksə, dostlarımla hardasa gedib bir yemək yeyiriksə, geyib gülüb əyləniriksə, bu da mənim elə bir böyük məclisim olsun və orada hamı əylənə bilsin. İçi də biz qarışıq. Yəni mən özüm və çünki bu mənim ən xoşbəxt günümdür. Artıq mən bu günümü onlarla bölüşmək istəyirəm ki, dostlarım, bu mənim ən xoşbəxt günümdür. Siz də mənə qatılın. Biz bu günü daha da yaxşı eləyək və o elə də yadda qalan olsun. Yəni bu mənim toy mövzusunda həmişə deyirəm ki, yəni qızların yəni necə istəyirlərsə, necə gəlin olmaq istəyirlərsə, həqiqətən də elə olsunlar. Çünki yəni o mənim üçün çox həssasdır. Bəzi çünki qızlar var ki, o qədər belə toyları belə şey keçir də, belə sönük keçir. Belə danışdıranda da duyğulanırlar da ki, mən də yaxşı çeşmə daxı belə. Valideynlər olur. Ya eləz olur, valideynlər olur. Elə toyda qohum-əqraba var. Yox, belə şeylər olmaz, belə olmaz. Yəni də o üsuluna uyğun necə varsa elə eləyir. Məsələn, onlar olanda çoxsu
kalbi qırıq olur. Amma mən məsələn toy mövzusunda həmişə istəyirəm ki, qəşəng olsun. Belə necə deyim, o göstərməlik yox ya. Orada bir var insanlar göstərməlik yaşayır. Mən isə istəyirəm ki, orada gəlsinlər, hissə göstərməlik, bəlkə də mən də təbii ki də paylaşacağam hər yerdə. Çünki o mənim toyumdur. Instagramım olsun, TikTokum olsun. Bu hər yerdə paylaşacağam. Çünki bu mənim xoşçuyumdur və bunu xoş münasibət olaraq bölüşürəm. Amma orada göstərməlik ki, hə, ay nə bilim, hə, filan kəs gəldi oxudu. O yox, mənim üçün maraq dairə onlar yox. Mənim dostlarımın, ətrafımın, çevrəmin, ən yaxınlarımın orada necə əyləndikləri, necə apardıqları da toy. Yəni o isti münasibəti ki, o toyda onu çox istəyirəm. Yəni belə quru toy istəmirəm. Bu mənim üçün həmişə şey olub. Bu mənim üçün həmişə ki, düşünmüşəm ki, qəşəng olmalı. Yoxsa qohumlar üçün toy eləməyin də mənası yoxdur. Məsələn, gün mənimsə mənim istədiyim kimi ola bilər. Amma bir də var ki, sən dediyin kimi filan kəsə çağırıram mən, o gəlir, bəylə gəlir oturur belə prosta. Bir də mən indiki dövrdə nəyin tərəfdarı deyiləm. Hansısa müğənnini çağırırlar səhnə kimi. Elə bir konsertə getmirsən. Bəylə gəlin qalır kənarda, hamı yığılır şey. Onu mən sevmirəm. Biz uşaq vaxtı bəzi müğənniləri belə çox yuxarıdan görürdük də. Yəni belə məsələn deyirdin ki, ayda bunun toyuna gəlibsə deməli, o gör kimi toyuna çağırım. Amma bu gün artıq o müğənnilər də artıq pul qazanmağı, çünki Azərbaycanda doğru məsələ sənətə dəyər verilmir. Ona görə də onlar da artıq normal olaraq pul qazanmaq üçün hər toya artıq gedirlər. Öncə o şey yaranmayıb da, yəni o sərhəd yoxdur. Biz uşaq vaxtı mən Acun Kazımovanı ancaq şeydə görürdümsə, televizorda görürdümsə, indi hər nə bilim toyda tədbirdə görürəm. Artıq məsələn əvvəlki kimi mənim gözümdə o Rihanna kimi deyil də, yəni. Hə. O artıq deyirəm ki, Acun bunun da toyuna gəlibsə, Acun Kazımova, mən də çağıra bilərəm də, yəni. Kəsə biraz gülməli gələcək. Mən Instagramda gəzəndə dünən idi deyəsən bir dənə don gördüm. Gəlinlik. İsə göstərəcəm. Mən evlənməkdən qorxuram deyib gəlinliyi seçməyim. Sevin. Mən toy eləmək istəyirəm və bunu geyinmək. Bunu geyinmək istəyir. Yadda saxlayaq cəmaatı. Nə maraqlıdır, küpürlü falan. Bunu da görəndə, okey, belə şeylər görəndə məsələn belə geyimlə, belə şeylə normaldır. Yəni bunu istəmək aslında normaldır. Hamı məsələn istəyər. Məsələn mən də istəyirəm ki, çox qəşəng keçsin. Belə bir şey deyim də, o toya nə boyda xərc çəkəcəm və mənim qohumlarım gəlib mənə o xeyri verməyəcəklərsə, mən toydan sonra bir il kredit ödəyəcəmsə, mənə elə toy lazım deyil. Ondan sonra pulu ayırıb öz istirahətimə mi deyim, öz xeyrimə mi deyim, xərcləyərəm. Məsələn, sırf şaşahalı toy eləyəcəm deyə evdəkiləri də borca salıb çıxıb gedə bilərəm. Yəni orada baxır da, yəni nə keçirirsən. O sən ayağı yorğana görə uzadırsan da, artıq bilirsən ki, sənin büdcən nədir, sən onun içində nə keçirə bilərsən, nə eləyə bilərsən. Məsələn, mənim həmişə şeyim, bir adət-ənənəmizə uyğun olan toy, bir də mənim, məsələn, olsun, inşallah eləsəm nə var, nicah. Nicahım mənim ən maraqlısı olacaq. Nicah, mən nicahda düşünmüşüm. Öz kafanda insanlar. Amma mən, məsələn, mən həmişə xoşlayıram ki, mən toyumda arxada xalça olacaq. Nə? Xalça. Bu keçmişdə olub, yəni. Yəni bildiyiniz bu olacaq. Bir köşədə olacaq. Sonra xonçalar olur da vaxt podnesin içində. Olacaq. Və bunu da mən həmişə demişəm ki, mənim dostlarıma deyəcəm ki, bunu eləyin. Bir köşə elə olacaq. Çox old style. Bir tərəfdə çox müasir. Xahiş fikir oluram. Bir köşədə çox müasir olacaq da. Yəni belə bir şey istəyərəm. Mən o uşaqlıqdan çox xoşlayırdım. O uşaqlıqdan o xalça üstü yazmağı falan. Sən deyirsən, mənim istədiyim falan da. Mən düşünürəm ki, sən kəmidə falan Mən də. Falan danışır. Bu kasıb imiş. Yo, bəs o deyil. Yəni mən o şahənşah dediyim tamamilə fərqli bir şeydir. Onun içində onun içində hər şey olacaq. İstəmirsən. Hər şey istəmirsən. Bu çox gözəl bir şey. Məsələn, mən bu vaxta kimi həmişə istədiyim 2 dənə müğənni olub toyumda. Biri Eyyub olur. Hamı deyir. Biri Eyyub olur, bir də Mərdan. Mərdan kimdir? Su, 2 nəfər. Yəni həmişə reklam yazarsan bura, sən blokla reklam. Mən evlilik, o toy məsələsi, nişan və o adətən o qədər stressli gəlir ki. Və bir mən necə
Yersiz yerdən problem. Hə, yəni məsələn, bir-birinə hə, deyirlər. yes. Heç söhbət olmayacaq şey söhbətini eləyir. Mən onu keçirə bilmirəm. Mən söhbət, bax mən ümumiyyətcə necə təsəvvür eləyirəm ki, xaricilərdəki kimi prosta biz sevgiliyik, mənə evlilik təklifi gəlir, mən evlilik təklifi qəbul eləyirəm, sonra evdə məsələn başa salaram ki, hə bu tanış olun falan belə valideyn belə biz qərar vermişik, şeydə yüzük də taxılıb. Uje növbəti etapda hə kiçik bir toy ola bilər, amma day belə tökülə xına, elçi xına, həri, nə bilim qız toyu, onun okey indi bu dəqiqə hamı bir yerdə eləyir. O ləzzət alır da bu söhbətdən ki, ay nə gözəl. Hə. Bu da rahat, məsələn, rahat eləməyin yolları var da. O bir var ki, hamı o copy paste eləyir. Ha, o təbii ki, ay gedir xına paltar falan. Amma sən onun xına kimi, paltarı kimi düşünmə. Get ona ən yaxın podruqalarına bir yer tut, orada elə. Olsun sən xına. Hə. Yəni o perioda yəni niyə girəsən ki, şey eləsən? Mən qınamıram, eləyənləri həqiqətən də qınamıram. Bir həftə ərzində yəni rahatca olunan bir şeylər də əslində insanlar özünü o stresə salır ki, ay da bu ən yaxşısını eləmək deyilən bir şey var. Bax odur. O deyil əslində. Sənin ürəyin necə istəyirsə onu eləmək. Ən yaxşısını yox. Baxır orada ay da mən götürdüm bunu amma bu da qəşəngmiş. Bu da yaxşıymış. Mən bəziləri onu istəmir əslində. Sadəcə indi məsələn mən deyirəm ki, Seva belə xına eləmişdi, mən də elə eləyəcəm. İndiki yəni mövzu budur. İndi elə daha çoxdur. Daha məsələn insanların öz fikirləri azalıb indi. Baxırlar ki, falan kəs bunu eləyib, mən də bunu eləmək istəyirəm. Amma mən də məsələn düzdür xına istəyirəm amma nə bilim. Mən vəcə heç nə, onları heç istəmirəm. Prosta evlilik olsun, kiçik bir yer olsun. Все. Amma səyahət eləyərəm. Məsələn, balayına ayıraram pulu, normal gəzərəm. Demirəm ki, İndi nədir? maksimum fotosessiya istəyərdim olsun, belə. Amma ki, deyim ki, şu tökülü belə, nə bilim, əyləməyə məsələn DJ-yə daha çox pul ayırardım ki, müğənnilər непонятно. Məsələn, mən istədiyim məsələn də hansı rusların olar, onlar da çox bahadır. İndi bilmirəm də qarşımdakı adam kim çıxacaq, onun qarşılayamaq o səbəti var. Rahat olacaqsa o istəyərsən təbii ki, amma rahat olmayacaqsa, sənə problem yaradacaqsa mən məsələn istəmərəm. Bir də indi məsələn nəyisə durub paylaşmaq üçün də sırf məsələn qızlar tanıyıram, xonçalarını hər gün paylaşırlar. Tamam, gördük, xonçalarımız var bizim. Yəni bunu normallaşdırırlar, amma qınamıram, yenə də deyirəm, qınamıram. Mən xoşuma gəlmir. Görməmiş kimi çıxır. Xonçanın içindəkini çəkib paylaşır, ayrı-ayrı xonçaları paylaşır. Ya nə bilim qızıllarını paylaşır. İndi elə bir dövrdür ki, imkanı olan da eləyir, olmayan da eləyir onsuz da onu. Mən xonçaq səçinə məsələdir. Mən bax ciddi deyirəm, heç vaxt xonçaq söhbətindən heç vaxt başa düşməmişəm. Yəni o nədir? Mən prosta görmüşəm bir-birlərinə aldığı hədiyyələri daha qəşəng vəziyyətdə gətirirlər. Yəni bayramlıq da olur, bayramlıq var, hə. Yəni o da ki, gətirilməlidir də. Yəni bizim o adətlərimizdir. Mən xoşlayıram Azərbaycan adətlərini, əksəri. Amma hamısını yox, dozunu da xoşlayıram. Xonçadır, severiz. I liked. Digəridir, oxunadır, elə o qırmızı paltar geyindim, toyun ortasında oturdum. Yox, tamamilə fərqli sevirəm, amma xınanı həqiqətən sevirəm. Xına periodunu. Amma orada baxır bir talp adamla yox, maksimum 10 nəfərlə. Xına eləyərsən, evet. Yəni o baxır necə? O da adı üstündə xına qoyursan da, yəni yenə də öz sevirəndən əylənirsən. Belə. Orada sonra periodları var ki, nə bilim, qız toyu, oğlan toyu, belə-belə. Onları sevmirəm. Amma məcbur, bu gündə elə eləyirlər. Çünki ailələr axı toy verib, toy pulları verib, harda yığsınlar deyirlər. Deyirlər qız toyu ayrı olsun, oğlan toyu ayrı olsun. Belə şeylər var. Amma məsələn, mən də o uzun periodu sevən insan deyiləm. Mənim üçün ən çox belə toy periodunda ən birinci nicahdır. Çünki toy yox. Nicahda siz birləşirsiniz. Artıq rəsmi şəkildə orada birləşirsiniz. Toy zaten nicahdan sonra olurdu, düzdürmü? Yəni artıq toy mənim üçün ikinciyə düşür də. Ən çox sevdiyim mənim nicahdır. Nicah qəşəng olmalıdır. Bir insan o həmin evləndiyi gün, o imzanı çəkdiyi gün qəşəng keçirsin. Ondan sonra toydur, xınasıdır, nə yapsın. Yəni toyu da məsələn qohum-əqraba ilə eləyənlər o palaza birinin elinə sürəndə nə qərsınlər. Amma əllərində şans var da, yəni öz şeylərini, nicahlarını çox gözəl keçirə bilərlər. Razısan, yox, fikirləşmədən hə deyirlər. Abi fikirləşin. Bəlkə yox, son momentdə dedin, yox. İnsan necə bir durub, təsəvvür etsənə sual verirlər ki, soyadını dəyişirsən də, yəni o insana evlənirsən və sən fikirləşmədən qışqıra-qışqıra sevincdən Mənim amma ən sevdiyim bu evlilik məsələ adətlərin istəmə
Ayda, mən bir O məni ürküdür. Bir də vağzal səsi gələndə mən belə kövrəlirəm. Doğrudan. Vağzalda Ay mən başıma bir şey- işləyir o səsi. Klinik Allah haqqı mən hər dəfə deyirəm ay Allah blin bu bitsəydi da. Hə ki ciddi Vağzalda deyirəm. belə düz biraz belə təsir, amma ən çox istəmə. O ki, qızı nə bilim, xoşuma gəlir. Orada böyüklər danışanda falan, nə bilim, mənim xoşuma gəlir. Düz təbii ki, yaxşı yerdə də bir iki dəfə şahid olmuşam mən də. Xoşuma gəlir qızınızı, oğlunuzu istəyirik. Atasından soruşurlar. Atası qızından soruşur. Qızım istəyirsən, qız da artistlik edir. Özün qoyur Ki sonra Mənim vaxtımda ən zəngin period idi o. hə. Hə. Niyə görə şeydi? Hə. verirsən. Hə, bax ona görə nifrət edirəm ona. Nerede bir futbol deyirlər. Bizdə də var. Ay qız bizdə də var. Biz tərəfdə bizim zonada. Ay qız biz tərəfdə zonada ana süd pulu deyirlər. Ana pulu tipa şey eləyirlər. Blin. Oy blin. Ay da tikirəm bizdir bu dəqiqə. Allah haqqı. Bilmirəm uşaqlıqda məhəllə şeyləri heç sevməmişəm. Heç sevməmişəm. Mən də o bir dənə o periodu məndə də uşaqlıqdan sevmirdim. Yox, səndə formada olursa, onu amma mən məsələn gördüklərimdə o qədər səmimi istəyir ki də, yəni deyir ki, məsələn qızımızla oğlumuz bir-birini görüb bəyəniblər, bizə də razılıq verir. Bu söz mənim məsələn xoşuma gəlir. Yəni mədəni şəkildə olanda çox belə xoşuma gəlir. Birdən vermədi. Bu deyir gəl. Ona şahid olmamışam axı. Hə, yox, amma bəs məsələn də o olur da deyir ki, nə gəlmisən qapımız. İndi elə şey yoxdur. İndi çünki elçilik elə bir şeydir ki, hər iki tərəf hazırlanır. Hə. Nə bilim, stol eləyirlər, dekorlar falan qurur. Amma Əvvəlcədən dostu var da. Məsələn, hələ ki o tanışlıq mərhələsindədir. Məsələn. İndi belə ailələr də tanış olur, elçilik sonra olur. Hə, bir də var, bilmirəm indi də varmı ya yox biz tərəfdə. Demək bu oğlan bəylə gəlini evə aparırlar toya. Hamı tökülür gedir onlara. Evin qabağında quzunu kəsib qanını götürüb belə başına təyirlər belə. Bizdə də var. Bizdə o çox var. Yəni çox pis bir şey. Çünki orada uşaqlar olur. Belə o düzgün bir şey deyil. Yəni bunu mən başa düşürəm niyə. Mən nasıl adəti? Hə, mən məsələn bu adəti başa düşürəm niyə görə eləyirlər ki, bu qurban kəsir ki, xoşbaxt olsunlar və s. Zımdadır ki, mən toydayıq, biz bir qohumumuzun toyunda axşamda getmişik. Durmuşuq orada, papam belə get bax deyirəm, ata baxmaq istəmirəm. Deyir, yox, bax deyirəm, yox, istəmirəm. Başa düşsən, kəsilir, bu gedir, bunu belə yaxılır, belə deyirsən ki, ay var, hə, var. Yəni məsələn, zırkən mən kətdən prosta bəzən qohumlarım Cavab deyəcək ki, kətdən çıxmaq oldu bu? Keçmir. yox, o elədir, ümumiyyətcə. Çox rayonda. Var, çoxdur. Hansı rayon? Bax məsələn, bizdə Geronboydu, məsələn, Gəncə zonasında var bu. Hə. Da. Yəni bu var. Çox var. Yox, mən belə uzun müddətli toydan sonraki periodu görməmişəm. Qonaq qismində gedirəm. Amma qonşularda məsələn gedirsən, oğlan uşağını gətirib uşağı mütləq qoymalıdılar gəlinin üstünə ki, mütləq oğlan olsun. Sonra nə bilim o lent var ya, qırmızı lent. O qırmızı lentin mənasını Hədiyyə bilirsiniz? verirlər sanki. Bərəkətdir məncə o, bərəkətin. Hayır, yox. Sən o qırmızı lent başqa mövzudur. Özünü saxlamısan, belə mal kimi qırmızı lent eləyirik ki, hə, qırılmamış naldı. Hə, Allah haqqı. Məncə o deyil. Odur. Təsəvvür elə mən onu biləndə, O deyil deyil, nə olar? hə, mən onu biləndə dedim ki, bu nə, yəni bu dərəcədə Məsələn, onu sevmirəm. Bax geyinir. hə, Qırmızı bir də o mənasız gəlir mənə. bir qardaşı gəlib bağlayır 7 dəfə. O kimin qardaşı bağlayır? Qızın qardaşı. Qızın qardaşı bağlayır. Amma bəzi yerlərdə oğlanın qardaşı bağlayır. Məncə Sən oğlan qardaşı hardan biləsən qızın ağarı? bəzi yerlərdə oğlanın qardaşı bağlayır. Yo, o şey level'da. Deyirəm ki, məncə o sizin dediyiniz deyil. Məncə sizin dediyiniz deyil. Mən elə 100% bilirəm ki, odur, hə. o yəni bərəkətini falan da, yəni ki, belə bir şey bilmirəm. Bərəkət o şey gedirlər qasanın üstündə çörək kəsirlər, bal verirlər. Bərəkət odur. Amma lent başqa bir şeydir. Lenti zaten evlənib boşanana qoymur. Hə, yəni belə baxırsan deyirsən ki, ay Allah, ya bu qədər Bunu bilməzdim. qadının bu dərəcədə belə də çox patriarxal o düşüncənin o yeridilməsi zat bir mal kimi alıb satmaq kimi. Dəyişmir də. Yəni yavaş-yavaş dəyişəcək. O da çıxacaq zaten aradan, amma görün nə qədər şey dəyişir. Bu Hələ o lampa var, hələ lampanın fırlanması var idi. O mövzu mən bilmirəm, amma mən görmüşəm ki, o ata qızını o ata qızına şey eləyir ki, yəni mənim evimdən işıqla yola salıram. Hə. Odur.
onu verirlər. Heç birin mənası bilmirəm. Burası belə durub baxmışam həmişə. Əslində mən maraqlı gəlib həmişə o periodlarda. Biz belə baxırıq. Yəni bir çox ölkələrdə əslində fərqli toylar var. Eləsi gedir məsciddə kilsədə nicahlarını qılır. Orada nə bilim uşaq zadı doğulur, gedirlər orada suya zada salırlar. O qədər fərqli mədəniyyətlər var ki, əslində biz özümüzə belə baxırıq, amma çox fərqli mədəniyyətlər var da. Yəni hələ Afrika qəbilələrində vəbşi ujas şeylərdir də. Bölgənin mədəniyyəti tam fərqlidir. O da bizdə də adət-ənənələr belədir. Bəziləri çox qəşəngdir. Hətta mənim bir çox xarici dostlarım, iş yoldaşlarım falan deyirlər ki, biz bu vaxta kimi gördüyümüz ən gözəl toy sizdədir də, sizin ölkədə olur. Ən gözəl bu period sizdə keçir ki, çox belə isti keçirirsiniz də bunu. Belə yola verdi eləmirsiniz də. Yəni çox belə qəşəng aparırsınız bu adət-ənənələrinizi və qoruyub da saxlayırsınız. İllərdir deyirəm, hə də bu bizə deyirəm, əslində əvvəllər məsələn olurdu, gəlin maşını olurdu, qabağında kukla falan bağlayırlar. Amma indi o yoxdur. Üstündə gül zad bağlayır. Yenə də kukla bağlayan da var, amma yenə də gəlin maşını durur yerindədir. Xonçalar yenə durur yerindədir. Əvvəl hamı öz evində eləyib gətirirdi, amma indi bunu eləyən şirkətlər var, amma yenə də o adət də durur yerində. Ləmpədir, güzgüdür, şamlardır. Onlar güzgüdən danışmırıq. Öz yerində qalır. Bu lent bağlamadır, xınasıdır. Bunlar əslində dəyişmir də. Sadəcə müasirləşir, daha çox müasirləşir. Amma yəni qəşəng rənglərdir. Rəng qatır da o belə mənalarını dərinləməsinə girməsəydiniz daha çox sevərdim. Keçirənə. Məsələn, hamısını da saxlamaq yox da, onu daha çox dövrə uyğun eləmək daha qəşəng olar. Məsələn, o xına olmalıdır deyib yox. Yəni sən onu necə istəyərdin? Yəni bəziləri var, sevirəm xına belə qəşəng olsun, amma dediyim kimi hamısının o leveli də var da. Bir var əvvəlki kimi, bir də var indi daha müasir, daha xırda, daha balaca. Yenə o məna qalır, amma eləyirlər. Adət-ənənələrdən əlavə mən bizdə nəyi sevirəm? Bizdəki toy məclisləri o vaxtki kraliyyət ailələrində olub, belə qonaqlıqlar falan o formada olur. Adi bizim şadlıq saraylarına bax, nə qəşəng bura qızıl rənglər falan filan. Bizdə toy yəni belə çox belə wow keçir də, həqiqətən. Göstəriş üçündür də. Yox, ondan əlavə də yəni mən əslində xoşduram bizdə olan toyları. Mən məsələn türklərdəki kimi toy heç istəmərəm. Tortla fanta verirlər. Nə? Tortla fanta toylarında onlar. Olur, onlarda var yemək. Verilir. Bəzi ailələrdə də, məsələn, kinolarda falan gördüyümüz qədərilə mən məsələn bizim toyların o şahşahalı hissəsini sevirəm bəzən. Məsələn, mən Hindistan toyunu görmüşəm. Onlar çox maraqlı aparırlar onlarda. Onlarda vəbşi adət-ənənələr çoxdur. Dəhşət. Yəni level gedir də. 3 gün bu, 5 gün bu, 10 gün bu, 15. Yəni onlarda o qədər müqəddəs sayılır ki o period. Yəni çox belə ilahiyyələşdiriblər də yəni. Amma onların da adət-ənənələri elədir. Məsələn, mən onlara qıraqdan baxanda deyirəm, ay da necə maraqlıdır. O eyni ilə də digər ölkələrdən də bizə baxanda çox onlara qəşəng gəlirdi. Qəşəng səslər, maraqlı səslər. Mən özüm öz toy adət-ənənələrimizi bəyənirəm. Ümumiyyətlə bu ənənəni full bəyənirəm, amma özüm eləyərəmmi bilmirəm. Amma qıraqdan baxım, belə eləyim, mənə çox maraqlı gəlir mənə. Mən də toya gedəndə maraqlı gəlir, amma məncə mən onun içində olsam yorularam. Mən də yorularam, dəhşət. Yəni. Mən yorulardım. Yəni mən məşə çox şey ixtisar eləyərdim. Sən o qədər nə bilim valla pulun olsun ki, hansı bir şirkətə həvalə eləyəsən, elə eləmək olardı. Nə bilim valla bilmirəm. Mən biraz o qədər şeyəm ki, mən istəyirəm ki, mən necə görürəm. Əgər mən istəyirəm ki, toy mən istədiyim kimi olsun, 100% mən bilirəm ki, mənim valideynlərim buna razı olmayacaq. Ona görə pul verməyəcək. Ona görə deyirəm ki, lütfən mənim öz büdcəmdən olsun, amma mən istədiyim kimi olsun. Ona görə rasxodub fikirləşəndə mənim gözüm belə olur. Toylara mən məsələn heç vaxt üstümə götürmərəm. Mən gərəkəm əgər valideynlərimin istədiyi kimi toylayıramsa, məsələn o rayondan gələnlərimi deyim, buradakı qohum qonşunumu deyim, mən öz büdcəmə heç vaxt istəmərəm, götürmərəm. Ondan sonra məsələn ki mən 2 toyun məsələn tərəfdarı deyiləm. Bir dənə olsun. Az adamla olsun, bir dənə olsun. Bir də mən toylarda ən sevmədiyim şey nədir? Oturub qalan insanlar. Dibinə kimi. Yəni o prosta toya oturub yeyib oturmaq üçün gəlirlər. Yəni bunu heç sevmirəm. Məncə hamı ortalıqda oynamalıdır. Hadi ona görə də elə oturub yeyir ki, потому что elə səni məsələn tanımır. Gəlini tanımır, kimdir, nəçidir. Vəbşə bəlkə də prosta hardasa gəlib prosta pul atıb gərək atsın, çıxıb getsin deyəcək, hə, yaxşı heç olmasa yeyim, gedim. Ay, sağ ol. Hə, sıfır, hə, ona görə yəni mən onun tərəfdarı deyiləm. Məsələn, sən dediyin kimi yaxın ətrafı çağıraq biz. Hamısı ortalıqda oynasın. Nə bəygən oturmasın.
nə də ki qonaqlar oturmasın. Mən məsələn axırıncı getdiyim toyda, iş yoldaşımın toyuydu. Hamı ortalıqda oynayırdı. O qədər xoşuma gəldi. Yəni 300 falan adam var idi. Demək olar 250 ortalıqda idi, oturmurdu. Yəni, o qədər xoş gəlir ki, ki mən də iş yoldaşım təsəvvür elə mən oturmadım. Bəylə gəldi oturmadı, sağ olsunlar. Bir də bəylə gəldi özünü çəkib. Bax, sevgisiz qurulan ailədə o olmur. Hə, apava yolu. Bəylə gəldi bir-birini istəyəndə səmimi olanda ortalıqda hamı səmimi olur, hamı oynayır. Bu təbii ki qonağa da xoş gəlir. Tanıdın, tanımadın, düşürsən ortalığa oynayırsan. Sənə deyirlər ki, oynamasan, gəlinsən. Biz tərəfdə o konkret deyir ki, yüngüldür bu. Vsyo, ayda, vay halına. Sənin əvvəlki vəziyyəti yaxşı olmayıb deyəsən. Sağ ol, elə də. Hələ bir dənə də yadıma düşdü. O biz tərəfdə ciyər axşamı deyirlər. Toydan qabaq hələ var, o olur. Hə, biz məsələn mən ciyəri farşirovunu xoşlayıram. Farsla o kaka diri yok tartışka. Onu çox bəyənirdim, hə. Amma belə baxırdım, bütün qohumlar gəlir evə tökülür. İndi çalışırlar ki, kömək eləsinlər. Adətən biz tərəfdə məsələn çoxsu çalışırlar ki, özləri yemək bişirsinlər ki, rasxodu çox az olsun da. Bütün qohumlar ayağa sabah gəlib tökülür. Ay da deyirsən ki, kim arası sıxışdırasan da onları. Amma var, hə, odur ki, gəlin ağır oynasın, bəy şey olsun. Da o da nə oldu da, yəni mənim günümdə adama deyərlər də. Hə, niyə opam düşmür? Mənim elə mənim günümdür məsələn. Gözdəki axıra kimi, gözdəki DJ gəlsin. icazə verənlər də var, şey deməyənə. Bu çox vaxt rayonlarda olur ki, xoş baxılmır da gəlinə. Amma Bakıda üçün məncə dəyişir. Bakıda deyil, hə. Artıq gəlin bəy də çıxır, rahat oynayır. Prosta rayonlarda hələ də o qəbul olunmur da, yəni şey olmaz. Heç o gəlinin özündə də həvəs olmur, çıxıb oynasın. Yəni olmur. Gəlin özündə həvəs olsun. Bir də ki o düşüncə düzgün deyil. Cəmaət nə deyər? Qonaqlar baxır. Cəmaət nə deyər teması bizdə daha çoxdur da. O olmasa daha hər kəs rahat olsa, onu bunu fikirləşməsə, daha səmimi ortamlar olar. Məcburiyyətdən nə qədər eləsə də, onun artıq ikinci bir ailəsi var, evə gedib dağılmaması üçün susub oturmalıdır da yəni. Ki, bir neyniyim yəni artıq belədir də, buradayam, burada gəlinəm. Yor başda düz seçəydi. Sağ ol, hə. Gətirəndə də düz biləydi ki, həm mən hara gəlin gedirəm, harda olacam, toyum harda olacaq. Yəni hamısı o perioddan gəlir. Bakı toylarında heç gəlin ola bilməz şeydə, toyda. Meyxana falan. Hə, meyxana olur. Oğlan oturur, meyxana olur və soyda dağılırlar və Bakı toylarında heç əsl Bakı toylarında gəlin deyilən söhbət yoxdur. Ay Allah. Palatkada. Hə, Bakıda palatkada eləyirlər bəzi kəndlərdə. Sən qız olaraq bilirsən ki, Bakı toyudur. Bakı toyu necə olur? Sən Bakılı oğlan dediklər. Yəni əsl Bakılı ilə evlənsənsə belə olacaq. Yəni oğlan da zaten deyir də, yəni bunu ki belə olacaq. Da orada o öz qərarını verib də. Yəni sonrakı şeyə peşmançılıq fayda vermir də. Yəni sən bilirsən ki, belə gedəcəksən, belə olacaq. Yəni orada nəsə dəyişə bilməsən, çünki onların qaydası, qanunu, öz adət-ənənələri belədir. Bilmirdim bunları qısaca. Yəni belə olur. Bu da zaten qız bilmir ki, qız Marsdan birdən-birə düşmüş ki şeyə. Bilir ki, kimdən evlənir, necə olacaq da bu yolu. Orada razı olur. Bəziləri var ki, deyir o şeydir. Biz də Olmaz. Tərtərdə toya getmişdik. Toy saat 1-də başladı, 6-da qurtardı. Ki məsələn biz görmüşük toy 1-2 kimi gedir də, maraqlı toylar həqiqətən gedir. Ha, qadınlar sadəcə oturmuşdu. Kişilər meyxana deyildi, kişilər oynadılar, meyxana deyildi. Müğənni çağırmışdılar. Bakıdan o oxuyurdu, sağlıq deyir. Məsələn ad çəkirdi, həmin adam gətirib pul qoyurdu. Biz də burada baxırdıq. Hansı rayon? Tərtər. Amma onlarda ciyər axşamı çox maraqlı idi. O da ki necə idi? Qadınlar yemək bişirirdi. Hədə. Ancaq stol açdılar, yemək bişirdilər, kişilər oturdular, oyun oynadılar. Kart Belə. mart. Hər yerdə ciyər axşamı. Hər yerin öz şeyi var. Məsələn, bizim rayonumuzda mən görmüşəm ki, həqiqətən çox maraqlı olur. Ciyər axşamı da maraqlı olur, toy vaxtı maraqlı keçir. Ki toya aylarla hazırlaşırlar. Maraqlı olur. Mən Palatka toyunda olmuşam. Həqiqətən çox maraqlıdır. Çox qəşəng olur. Uşaq vaxtı çox qəşəng olurdu. Amma indi Palatka toyunda demək olar adam olur. Amma əvvəllər Palatka toyunda necə idi? O vaxtı belə rahat deyildi hər şey. Hamının Nokiası olurdu, amma bir dənə səs gedib səs gəlirdi. Pso. Yəni bir də lazerlər olurdu. Hə, mən xoşdurdum əvvəlcə Palatka toylarını. Oğlanlar Palatkanın arxasında bir tərəfdə dayanırlar, qızlar bir tərəfində. Bu orada xoşladığı qızın gözünə işıq vurur. O burada şey eləyirdi. Sadəcə 90'lardan qaldığını demədən Kimsə ki, məsələn, nömrə versin, nə bilim, toy qutarandan sonra arxasına düşsün. Yəni, belə periodlar olurdu. Amma indi Palatka toylarında elə bir şey yoxdur. Yəni, mən uşaq vaxtı deyirəm də, məsələn, mən məktəbdə oxuyanda görürdüm belə. Çünki bizdən üst sinifdə oxuyanları bilirdim. Nə, kimdən xoşlayır.
xoş gəlir, kim kimə şey elədi, göz atdı, göz vurdu. Çox maraqlı olurdu onu. Amma indi palatka toyun bir marağı qalmır. Mən əvvəllər sevirdim. O da qəşəng görsənirdi. Bilmirəm nə vaxtsa palatka toy eləyərəm, düş bilmirəm. Sən vururdular. Nə haysı Çox sevirdim. Mən uşaq vaxtdan həmişə çox maraqlı gəlir ki, onun üstünə pambığı necə yapışdırırlardı. Sən də mənə belə şeylik verirdilər. Mən o çox xoşuma gəlirdi. Mən görürdüm qohum-qonşudan stol gətirirdilər, boşqab gətirirdilər. Biz belə danışırıq 90-lardan danışırıq. Yaşınız Ləzzət elirdi bu. Uşaq vaxtı əməd xoş gəlirdi. Uşaq vaxtı deyəndə elə məktəb vaxtında mən olmuşam. bir-birinə kömək edirdi. Həqiqətən də o vaxt çox belə birlik idi. Birinin evində bir məclisi oldu mu, bütün qohum-qonşu yığılışır, həll eləyirdilər o məclisi. Ha, amma indi artıq da o münasibətlər qutarıb da, ölüb şey da. Hər kəs özünü eləyir. Çünki bizi kapitalizmin sonucu da gətirib. Artıq İnsanlar özünə çata bilmirdi, öz ailəsinə çata bilmirdi ki, qonşuya necə çatsın. Amma əvvəllər deyildi. Yəni kimsə çörək bişirirdi, 100% kiminsə evinə gedirdi. Nə bilim yanında qonşuya gedirdi. İtin payı belə olurdu ki, bu itə verilsin. Nə bilim inəyi olan qatığı gətirirdi, südü gətirirdi, şokolad alırdı, kimsə getdi aparıb ona verirdi. Belə paylaşılırdı. Amma indi insan özünə çata bilmir, qonşuya necə çatım, yəni. Çünki çətindir artıq yaşamaq. Əvvəllər kənddə yaşayanların, yəni bir gəliri olurdu. Çünki onlar əkirdilər, becərirlər, satırdılar. İyi ondan da şeylə. Həmişə də kənddə toylar sentyabr ayında olurdu. Çünki insanlar o vaxt pul götürə bilirdilər. Meyvə falan satırdı, bostandan meyvə. Bugünkü mövzumuz çox maraqlı oldu düşünürəm. Əgər bəyəndinizsə, like qoyub, kommentariya yazın. Növbəti podkastımızda hansı mövzular istəyirsə onu da yazarsınız. Növbəti podkastlarda görüşənədək sağ olun.